Hər kəsə salam dostlar. Bu günlər sizlərlə bərabər begonya çiçəyi necə artırmasını göstərəcəyik. Bu gün biz bu güldə yarpağı kəsəcəyik və sizə nümunə olaraq artıracağıq. Biz bunu çəpilə formada əkəcəyik ki, bitsin. Deyəcəksiniz ki, niyə çəpilə formada? Çünki əgər biz onu düz əkərsək, o yəni bitmə ehtimalı azdır. Amma biz o çəpilə əkərsək, o bitmə ehtimalı 100%-dir. Bizdə bir neçə növü var. Məsələn, bu çilli begonya adlanır. Bunlar yumru begonya. Bunlar da sadə begonya adlanır. Bunun özü də sadə begonyadır. Bunun özü də begonya çiçəyidir. Biz bunu yayda əkmişik. İndi bunu qoyaq yerə. İndi isə gülün artırmasına keçək. İndi biz bir qabı dolduraq. Orasını dolduraq. Topal olardacaq. Все. İndi sizə gülü kəsəyim. Aha dostlar. Bu gördüyünüz üzere bizim gülümüzdür. Şişe qalıb bunu tulayaq. Bu qalsın burada. Qayçımızı bağlayaq. İndi begonya çiçəyin artırmasını çəkək. Bunun yanına çəpilə qoyuram. Bayaqlar dedim olsa. Belə qoyaq. Bax bu cürdə elə üstünə torpaq tökürük. Artıq biz bunu ki, indi isə nə edirik? Sulayırıq. İndi isə suyumuzu tökək. Çox su tökürük ki, özünə gəlsin. Yayaq. Bunları qoyaq yerlərinə. Ümumiyyətlə hər begonya yəni yarpaqda artırılır. Məsəl üçün bizdə olan bu çilli begonya qalatda artırılır. Bu da qalatdan artırılır. Bu da budur. Bir də budur. Bunlar yarpaqdan artırılır. Ümumiyyətlə tək bir begonya deyil də. Məsəl üçün bu bələşə gülü bu da yarpaqdandır. Hətta bu bizim kanalda da paylaşmışıq. Baxmaq istəyirsiniz gülü shorts videolarda baxa bilərsiniz. Bu da yarpaqdan artırılır. Əgər bu video qəşəng like gələrsə, bu artırmasını ayrı videoda göstərəcəyik. Və beləliklə dostlar, bu videoda sonuna gəldik. Kanala abunə olun, like atmayı unutmayın ki, bu tür videolar davamlı olaraq gəlsin.